birinizi xoş gördük. İlk öncə həftə sonunuzu belə səmərəli keçirdiyinizə görə hər birinizə təşəkkür edirəm və təbrik edirəm ki, artıq siz burdasınızsa, deməli digər gənclərdən belə deyək də 1-0 öndəsiz və müəyyən şeylərin fərqindəsiz. Ümid edirəm ki, bu təlimdən əli dolu gedərsiniz və özünüzlə nələrsə apararsınız. İlk öncə özümlə bağlı məlumat vermək istərdim. Mən Aytaç Qədirova, Dost Agentliyində hal-hazırda çalışıram və şəxsi inkişaf mentoru kimi fərqli layihələrdə Əlaçı, Crescendo, Qızlar Oxusun və Navigatorda fəaliyyət göstərmişəm. Həmçinin də karyera məsləhətçisi olaraq fəaliyyət göstərirəm. Bu gün sizdən karyera məqsədlərinin, ümumiyyətlə məqsədin təyin edilməsi ilə bağlı danışacağıq. Bilmək istərdim ki, sizcə karyera məqsədi ümumiyyətlə nədir? Yəni necə düşünürsünüz? Və yaxud da ümumiyyətlə karyerada bir məqsəd qoymalıyıq özümüzə. Çata da qeyd edə bilərsiniz. Çatda kimsə kömək edə bilər mənə oxuyaq cavabları. Hədəflərə çatmaq üçün, olmaq istədiyimiz yerə çatmaq üçün. Başqa? Ümumiyyətlə, olmaq istədiyimiz yeri kim təyin edir? Məqsədimiz olmazsa heç nəyə nail ola bilmərik. Doğrudur. Biz təyin edirik. Qəşəng. Özümüz. Mən burada heç kimin görüntüsünü görmürəm. Kimdə mümkünsə görüntünü açsın, mən də onları görüm. Ən azından üzdən sizi tanıyım. Cavabları itirdim. İnsanın istəyib də bacara bilməyəcək, heç nə yoxdur. Qəşəng. Bu qədər kifayət. Məqsədsiz karyera yaratmaq və karyerada irəliləmək mümkün deyil. Tamamilə razıyam. İxtisasımızda böyük rol oynayır karyerada. Tamamilə doğrudur. Cavablara görə hər birinizə təşəkkür edirəm. Növbəti slayda keçim. Ümumiyyətlə, məqsəd təyin eləmək bizim gələcəkdəki bayaq dediyimiz, hansı ki, bizim müəyyən istəklərimiz var ki, onlara çatmaq istəyirik. Məsələn, deyəlim ki, biz hansı dövlət qurumunda çalışmaq istəyirik və yaxud da öz ixtisasımız üzrə fəaliyyət göstərmək istəyirik və karyera məqsədimizdə müəyyən qədər gələcəkdə iş həyatında nə etmək istəyiriksə və özümüzü harda görürüksə, onlarla bağlı elədiyimiz addımlardır. Və burada bayaqlarım qeyd olundu, məqsəd yoxsa hədəf. Bunu isə mən başqa bir sualla qeyd eləmək istəyirəm ki, sizcə məqsəd yoxsa arzu? Yəni, bunlardan hansı olmalıdır? Ümumiyyətlə, məqsəd və arzunun və yaxud da fərqi nədir? Məqsəd. Arzu etməsək, məqsəd olmaz. Mənə elə gəlir ki, bu təlimə gələnlər hamısı hazırlaşıb gəlib. Əslən, cavablarınız möhtəşəmdir. Arzu varsa, məqsəd bizi ora aparan maşındır. Birinci arzu eləməliyik ki, məqsədimizə çataq. Bunları ortaq nöqtəyə gətirmək lazımdır ki, həm inkişaf, həm də xoşbəxtlik olsun. Necə gətirə bilərik, məsələn, ortaq nöqtəyə? Necə tapa bilərik ortaq nöqtəni? Mən sizin də səsinizi eşitmək istəyirəm. Kimsə səsli cavab verə bilsə, möhtəşəm olar. Özümüzü kəşf edib tanımaqla. Əla. Arzulamasaq, məqsəd olmaz və məqsədsiz də inkişaf olmaz. Ümumiyyətlə, bilmək istəyərdim, hansı arzularınız var? Yəni, necə arzu təyin edirsiniz? Ya da necə ayıra bilirsiniz ki, bu mənim arzumdur, bu isə mənim məqsədimdir? Azərbaycanda faydalı insan kimi tanınmaq.
Rəol bəy, bunu əgər qeyd dəftərinizlə qoşulmusunuzsa, bir yerə qeyd eləyin. Sonda bunu daha net bir hala salacağıq. Arzudan məqsəd doğur. Əslində çox vaxt insan arzuladığı bir şeyə çatmır. Valideyn məhdudiyyəti ilə bağlı. Axşamınız xeyir. Danışan kimdir? Üzr istəyirəm, görüntünü aça bilmədiyim üçün sadəcə səsli Buyurun. istədim. Düşünürəm ki, arzu daha çox hiss və müəyyən, yəni qeyri-müəyyən bir istəkdir. Ancaq daha çox məqsəd daha planlı və konkret atılan addımlarla həyata keçirilir. Yəni mənə görə belədir. Kim idi danışan? Pərişan Nuriyeva. Pərişan xanım, çox sağ olun geri dönüşünüz üçün və ilk cəsarət, belə deyim, könüllü davranıb bu cəsarəti göstərib səsli ifadə elədiyiniz üçün. Bəli, tamamilə doğrudur. Çatdakı qeydlərin hər birini oxuya bilmirəm. Kimsə mənə kömək eləsə çox yaxşı olar. Deməli, arzularımız çoxdur, məqsədimiz isə düşünərək yaradırıq. Yəni, məqsəd üçün daha çox çalışırıq. Əli bəy qeyd eləyir. Məqsəd arzudan daha güclüdür. İnsan arzulayıb hərəkət etməyə də bilər, amma məqsəd qoyduqda isə yerinə yetirir. Əla. Cavablarınızın bir çox hissəsi demək olar ki, mövzunu əhatə eləyir və Pərişan xanımın bayaq qeyd elədiyi məsələ. Biz plansız, əgər bizim plansız bir məqsədimiz varsa, bu sadəcə arzudur. Əgər biz, belə deyim də, ictimaiyyət arasında sorğu yaratsaq, deməli ki, biz görərik ki, 90% insanın bir arzusu var. Məsələn, onlar yaxşı işdə işləmək istəyir, dəyişmək istəyir. Onlar düşünürlər ki, məsələn, daha yaxşı maaş almalıdırlar. Amma bunun üçün nə eləyirlər desəniz, bunu eləyə bilmirlər. Yəni, ümumiyyətlə, hardan başlamaq lazımdır, bu arzu üçün mən nə etməliyəm? Bunu özlərində müəyyənləşdirə bilmirlər və çox vaxt bizim qoyduğumuz məqsədlərə və yaxud da arzularımıza çata bilməməyimizin səbəbi bizim hər hansısa bir planımızın olmamağıdır. Yəni, bizim bir məqsədimiz olur və ona gedən müəyyən addımlar, yəni hədəflərimiz olur ki, o hədəfləri yerinə yetirib məqsədə çataq. Və əgər o məqsədə çata bilmiriksə, deməli, bizim planımızla bağlı hansısa bir problem var və yaxud da planımız bizə aydın deyil ki, biz onu ölçə bilmirik və yaxud da görə bilmirik. Və buna görə də arzu sadəcə qeyri-müəyyəndir, arzuda heç nə görünmür, biz sadəcə istəyirik. Amma məqsəddə artıq müəyyən bir plan var və biz ona doğru gedirik. Məqsədə çatmaq üçün plan və mübarizə olmaq lazımdır, bəli. Amma bundan başqa nə lazımdır, bunu ilərləyən dəqiqələrdə sizinlə bölüşəcəm. Yəqin ki, GPS bilirsiniz, hal-hazırda hər birimizin telefonunda var. Məqsədləri də və məqsədə gedən addımlara da belə düşünsək, məqsədin bir başlanğıc nöqtəmiz var, bir də məqsədimiz var ki, hansı nöqtəyə getmək istəyirik. Biz əgər A nöqtəsindən B nöqtəsinə gediriksə, bizim həmin əlimizdə həmin addımlar bizim GPS rolunu oynayır ki, biz hansı addımları ataq və hara gedək. Yəni, hara getdiyimizi göstərir ki, biz ora gedib çataq. Və alternativlər olsa da ən qısa yolu göstərir. Məsəl üçün, mən deyəlim ki, buradan Şəkiyə getmək istəyirəm. Şəkiyə mən qatarla da gedə bilərəm, avtobusla da gedə bilərəm və yaxud da buradan piyada da çıxıb gedə bilərəm. Amma bunun ən qısası hansıdırsa, biz onu araşdırıb tapmalıyıq ki, nəticəmizə daha çox yorulmadan, daha çox resurs sərf eləmədən, ən əsası da vaxtımızı çox sərf eləmədən həmin məqsədimizə gedib çataq. Və yolda olan potensial problemləri göstərir. Biz bəzən nəyisə arzulayırıq, amma sonradan gedib ona çatmaqda çətinlik çəkirik və yaxud da müəyyən bariyerlərlə rastlaşırıq ki, hansı ki, yolun başında heç düşünməmişdik, belə olar. Məsəl üçün, universitetə girəndə mənim çox yaxşı yadımdadır, bir qrup yoldaşım etiraz eləmişdi. Qeyd eləmişdi ki, axı mən elə düşünürdüm ki, biz bura qədər oxumalıyıq da, yəni 11 il oxumalıyıq və 4 ildə biz oxumasaq da universiteti bitirəcəyik və çox böyük xəyal qırıqlığı yaşayırdı. Çünki yolu sadəcə ona yaxşı bir formada göstərmişdilər. Düşünürdü ki, heç bir çətinlik olmayacaq, əsas bura qədər əziyyət çəkməkdir, ondan sonra daha rahat olacaq və gəlib universitetə daxil olanda görürdü ki, heç də danışılan kimi deyil və gözləntilərinə uyğun deyil. Yəni, çətinliklərlə mübarizə apara bilmir, çünki bunları əvvəldən ona heç kim deməmişdi. Bilmək istəyirəm, sizin də həyatınızda və yaxud da arzularınızda belə bir şey olub, çox istəmsiz və sonradan görmüşsünüz ki, bu yolda müəyyən çətinliklər də var, hansı ki, bunu siz ölçməmişdiniz. Belə bir hal yaşamısınızmı? Cavablandıra bilərəm mi? Bəli, buyurun. Mən demək olar ki,
Aha. Pərşən Nuriyeva. Aha, Pərşən xanım, bugün ancaq sizin səsinizi eşidəcək, belə görürəm. Aha, başqa iştirakçıları da eşitmək istəyirəm, buyurun. Mənim ixtisasım əslində beynəlxalq münasibətlərdə 3-cü kurs tələbəsiyəm. Demək olar ki, son 2-3 aydır müddətdir ki, layihələrin idarə edilməsi ilə bağlı sahə ilə maraqlanıram və düşünürdüm ki, bunun üçün sadəcə müəyyən bir əsas bacarıqlar var, onun olması kifayət edir. Amma araşdırdıqca görürəm ki, məndən əlavə beynəlxalq sertifikatlar daha üstünlük tələb edir. Sonra bəzi proqramlar var ki, Microsoft Project kimi, bəzi başqa proqramlar var ki, onları bilməliyəm mütləqdir. Yəni bunları ilk başlayanda bilmirdim. Daha doğrusu mənə qeyd etməmişlər bu haqda. Sonradan özüm araşdırdıqca məlum oldu ki, bunları da bilməliyəm. Mənə çətinlik kimi gəlir yavaş-yavaş. Amma təbii olaraq bundan Türklər demiş vazgeçməməyə çalışırıq. Nə qədər çətin olsa da. Yavaş-yavaş düşünürəm ki, artıq başlayıram Microsoft Project-i öyrənməyə, yavaş-yavaş sertifikatları əldə etmək üçün müəyyən hazırlıqlara görürəm. Düşünürəm ki, vazgeçməyəcəm. İnşallah ümid edirəm. Tamam, bunu bölüşdüyünüz üçün bizimlə çox sağ olun. Başqa kim belə bir hadisə ilə rastlaşıb? Çünki orada vaz keçməmə səbəbinizlə bağlı danışacağıq. İstəyirəm bir neçə cavab alım, sonra keçək ona. Salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Özümü təqdim edeyim, Nurayna Cabbarlı. Mən onu qeyd etmək istəyirəm ki, mən məsəl üçün seçdiyim ixtisaslarda və ümumiyyətlə keçdiyim həyat yolunda, istərsə də işə girmə prosesində, hamısında, yəni çox keçmişli yollar keçmişəm və bu mənim məqsədimdən vaz keçmək üçün səbəb olmayıb heç vaxt. Daha da güclü və daha da iradəli şəkildə irəliləmişəm, bacaracam deyə. Yəni bu mənim məqsədimdən daşınmağıma, yaxud da peşmançılıq hissi etməyimə səbəb olmayıb. Əla, əhsən sizə. Hansı məqsədiniz üçün, məsəl üçün yorulmamısınız və yaxud da ona bir əzab kimi görməmisiniz? Bir məqsəd ki... Ümumiyyətlə, belə deyim ki, mən onu qeyd edim ki, mən birinci qrup görmə məhdudiyyətliyəm və seçdiyim ixtisas üzrə birinci olaraq təhsil alan şəxs mənəm və çox çətin sənət idi, amma ki, əmin idim ki, bacaracam. Daha aşağı, belə deyək, yerlər oxumaq üçün təklif olunsa da müəllimlərim tərəfindən hətta, mən ondan üstə gedərək və bacarmışam çox şükür və bugün də hal-hazırda müəllimə kimi çalışdım. Əhsən. Əhsən, əzminizi təqdir edirəm. Əhsən. Bəzən məqsədimiz o qədər güclü olur ki, heç kim bizi dayandıra bilmir. Çünki biz inanırıqsa ki, əgər o məqsəd bizim üçün doğrudur və ən əsas məsələ bizim bir niyyəmiz varsa və o güclüdürsə, o zaman biz məqsədimizə gedən yolda heç nə bizi dayandıra bilmir və daha da o bariyerləri aşdıqca biz inanırıq ki, bu həqiqətən də mənim məqsədimdir, yoxsa yox. Və bayaq xanım da çox qəşəng qeyd elədi. Yəni ilk öncə bizim səbəbimiz, niyyəmiz güclü olmalıdır ki, biz orada disiplin yaradaq, müəyyən qədər sürətli olaq və onun üçün çalışaq. Yəni onun üçün çalışmaq bizim üçün bir əzaba yox, daha çox zəhmətə keçsin. Yəni əzab dediyimiz şey daha çox məcburi olan bir şeydir ki, o bizə əzab verir, onunla məşğul olmaq istəmirik, amma zəhmət elədir ki, biz onunla məşğul olduqca daha da çox ona vaxt ayırmaq, onun üçün müəyyən fəaliyyətlər görmək və onunla məşğul olmaq istəyirik. Çünki zəhmətin bəhrəsini alacağımızı bir yerdə bilirik və onun üçün bu bizə çox şirin bir his bağışlayır. Yəni bunu xoşluqla elədiyimizə görə daha çox sevirik. Və ilk öncə məqsəd təyin edəndə biz baxmalıyıq niyyəmizə. Yəni bayaq da xanımın qeyd elədiyi hansı ki layihə idarə etməsində o düşünmürdü bu qədər problemlərlə qarşılaşar və yaxud da müəyyən belə deyim, qarşısında bariyerlər olar, hansı kurslara qoşulmalıdır, sertifikat almalıdır. Amma bizim niyyəmiz güclüdürsə ki, həqiqətən mən bunu istəyirəm, bunun bir niyyəsi var. Biz oraya gedən yolda daha rahat və əmin addımlarla addımlayırıq. Burada bir qeyd var, Fərid Əlizadə qeyd eləyib. Mən düşünürdüm ki, məşğulluğa müraciət etsəm, iş tapmaq asan da olacaq, amma hələ də işsizəm. 2 il ərzində yad nömrədən zəng gələndə elə düşünürdüm, iş xəbəri veriləcək. İş axtarma üsulları, yəqin ki, bununla bağlı təlimlər alacaqsınız ya da almışsınız, bilmirəm. Amma öz növbəmdə bunu bölüşə bilərəm ki, bütün vakansiyalar
açıq şəkildə paylaşılmır. Bəzi vakansiyalar gizli əmək bazarında paylaşılır və yaxud da siz öz işləmək istədiyiniz sahəni özünüz də müəyyən qədər tapa bilərsiniz. Yəni o sadəcə bir mənbədir ki, biz müraciət eləyək, kimsə işə götürənlə işçi arasında əlaqə yaratsın. Bu sadəcə onun bir metodudur. Siz baxmalısınız ki, həmin o məqsədiniz üçün və yaxud da işiniz üçün necə bir yol qət eləməlisiniz, necə bir hədəf qoymalısınız və ya da planı o yöndə eləməlisiniz ki, həmin məqsədə gedib çatasınız. Yəni bayaq dediyimiz kimi məqsədə gedən yollar fərqli ola bilər, amma daha qısa müddət ərzində, daha qısa belə deyim də enerji, resurs sərf edən hansıdırsa və bizə uyğun olanına. Nərmin Ağazadə qeyd edir, bəs ixtisas seçimində məqsəd qoymada necə eləyək? Məqsəd qoymada necə eləyə bilərsiniz? Sizin sevdiyiniz hansı peşə var? Yəni ilk öncə peşələri araşdırmalısınız. Bunun üçün mütəxəssisə müraciət eləyə bilərsiniz ki, peşələri araşdırın və sizin hal-hazırki şəxsi keyfiyyətləriniz, bacarıq, ümumiyyətlə belə deyim də yanaşmalarınızla hansılar üst-üstə düşür. Ola bilər ki, ixtisası sevirsiniz, sadəcə ixtisasa görə qrupu seçə bilirsiniz. Bu da ola bilər. Hansı daha uzun müddətli sizi təmin eləyəcəksə, o yönə baxa bilərsiniz. Yəni, hansı işi həqiqətən də görəndə yorulmursunuz, o sizə əlavə bir şeymiş kimi gəlmir, yəni əlavə bir resurs sərfiyyatı və yaxud da necə deyim, əlavə vaxt itkisi kimi gəlmirsə. Bir təlimdə mövzu məqsədlər deyildi, başqa bir mövzudur və orada bir xanım bacısına görə çox narahat idi. Qeyd elədi ki, o həkimlik ixtisasına yiyələnib və birinci kursu mən başa düşürəm ki, onun hələ qabaqda uzun illəri var və həmin həkim adını almaq üçün çox çalışmalıdır. Həmçinin də o qandan qorxur, mən ona görə çox narahatam. Mən onda qeyd elədim ki, bəs bacınız bu vəziyyətdən narazıdır yoxsa yox? Dedi ki, yox, o çox razıdır bu vəziyyətdən, heç gerisini düşünmür də, yəni, amma bu vaxtlar da gələcək. Baxın, burada olan məsələ ilk öncə bizim nəyisə qəbul eləməyimizdir, yəni bizim seçimimizdir ki, biz o seçimdən razıyıq həqiqətən də, yəni özümüzə o niyə sualın verəndə onu cevablaya bilirikmi? Bu, bir niyədən çox 5 niyə sualını özümüzə verərik ki, 5 niyəsini tapmaq. Yəni, bir işdə çalışmaq və yaxud işimizi dəyişmək, iş axtarmaq, ola bilsin ki, ixtisas seçimi eləmək. Oradakı 5 niyəni tapmaq bizə əslində göstərəcək ki, onu istəyirik, yoxsa yox. Tünsalə Qurbanova qeyd edir, ümumiyyətlə iş tapmaq çox çətinləşib, diplom alsam belə yeni məzun olmağına baxmayaraq təcrübə tələb edirlər. Sizinlə razıyam Tünzalə xanım. Bəli, bunlar belə olmağı normaldır. Çünki hal-hazırda əmək bazarı sizi sadəcə diplomunuza görə irəli çəkmir. Yəni siz diplomunuz onu göstərir ki, sadəcə bir universiteti bitirmisiniz. Amma həmin müddətdə siz öz üzərinizdə çalışsanız, müəyyən kurslara yiyələnsəniz, yəni belə deyək də, əmək bazarının tələbləri get-gedə sürətlənir və çoxalmağa başlayır. Onun üçün də biz ilk öncə əmək bazarında hansı işçiyə hansı tələblər var. İlk öncə bunu araşdırmalıyıq və ona uyğunlaşmalıyıq. Yəni, əgər mənim oxuduğum ixtisasda, daha doğrusu ixtisasda ingilis dili o qədər vacib deyil, amma mən hansısa işə müraciət eləyəndə məndən ingilis dili tələb eləyirlərsə, bu deməkdir ki, ingilis dili bir tələbdir. Mən əgər ingilis dilini öyrənsəm, mən əmək bazarında 10 deyəlim ki, şəxs varsa, bunun artıq 9-undan irəlidə olacaq. İngilis dili bilməyənlərdən gedir söhbət. Yəni, diplom almaq məsələsi keçmişdə bəlkə də daha aktual ola bilərdi ki, təhsilli olsun və biz təhsillə sadəcə gedib iş tapa bilək, amma hal-hazırki dövrdə belə deyil. Xüsusən də süni intellekt, məsələn, mən çalışdığım mentlərdə bəzən görürəm, yəni onların qorxularından biri də süni intellektin onların həqiqətən də əmək bazarında yerlərini aşağı salmasıdır. Bunun üçün də bu tələblə də qarşılaşmamaq üçün ən yaxşısı öz üzərinizdə çalışmaqdır. Yəni hal-hazırki olduğunuz təlimlər çox faydalıdır sizin gələcək inkişafınız üçün. Yəni indi qoyduğunuz bir məqsəd, təyin elədiyiniz bir düşüncə sizin gələcəyinizi formalaşdırır. Burada qeyd olunub ki, təlimləri hardan izləyə bilərik. Mən sizinlə professional hesablarımı bölüşə bilərəm. Instagram və LinkedIn-dən onu sizinlə bölüşərlər. Oradan izləyə bilərsiniz elanları. Suallarınıza baxım, sonradan slaydı davam edəcəm. Buyurun Nərgiz xanım. Bir dəqiqə. Mən əvvəlki suallara qayıda bilmirəm. Tünzalə xanımdan əvvəl kim qeyd eləmişdi? Sualını yenidən yaza bilər. Baxıb deyil. Zəhmət olmasın.
könüllülük önəmli sayılmır, artıq yəni sayılmır o təcrübə kimi. Baxın, belə deyim, siz əgər qida təhlükəsizliyi agentliyində çalışmaq istəyirsinizsə, amma hal-hazırda işlədiyiniz sahə müəyyən qədər sosial sahədir və aidiyyatı olmayan bir könüllülük, yəni deyəlim ki, gedib miqrasiyada siz fəaliyyət göstərirsiniz. Burada sizin könüllülüyünüz önəmli deyil, çünki siz həmin sahəyə aid heç bir bacarıq orada öyrənə bilməzsiniz. Yəni siz onu araşdırmalısınız ki, hansı sizin birbaşa sahənizlə bağlıdır. O sahədə könüllülük, təcrübə və yaxud da xarici proqramlar olur ki, ola bilsin onları yoxlayasınız. Yəni hansı vacibdir, o üzrə davam eləməyiniz daha yaxşı olardı ki, bu prosesi belə deyim, daha effektiv bir hala gətirəsiniz. Məsələn, Tünzay xanım, sizin sahəniz hansı sahədir bilmək olar, bölüşmək istəyirsiniz? Və yaxud da hansı könüllülüyün o qədər də vacib olmadığını bildirirsiniz? Jale xanım qeyd edir ki, gələcəkdə biznes sahəsində işləmək üçün dost mərkəzində könüllü olaraq çalışmaq effektivdirmi? Siz dost mərkəzində öyrənəcəksiniz vətəndaşlarla işləmək, müraciətlərin qəbulu, həssas kateqoriya ilə iş və belə deyim də, ümumi müşahidədən də ki, bu proses necədir? Bəlkə də biznesiniz də ola bilsin ki, həssas kateqoriya ilə olacaq. Onda bu sizə daha da üstünlük qata bilər. Amma yox, sizin sahə artıq başqa bir yerə fokuslanıb, o zaman bunu 2 dəfə düşünə bilərsiniz, yəni ki, o sizə nə qatacaq. Nə almaq istədiyiniz öncədən məlum olmalıdır. Məsələn, bəzən iş müraciətlərində şəxsdən soruşuruq ki, siz hara müraciət eləmişsiniz? Deyir, hara müraciət eləmişəm, artıq sayını unutmuşam və hər yerə də eyni CV ilə müraciət edirlər. Yəni, burada birinci baxmalıyıq ki, bizdən nə tələb olunur və biz prosesdən nə istəyirik? Yəni, gözləntilərimizi öncədən müəyyənləşdirməliyik ki, biz oradan nə alacağıq? Məsələn, burada təlimlərdə də sizdə mövzular var idi. O mövzulara diqqət eləməyiniz sizin bunları müəyyənləşdirməyinizə kömək ola bilər ki, yaxşı olar, yoxsa yox. Və yaxud da belə deyim də, hər kəsin doğru və yanlışı özünə görədir. İndi sizin almaq istədiyiniz şeylərə görə dəyişə bilər. Tünzalə Qurbanova qeyd edir ki, sahəsi mühasibdir. Baxın, mühasib üçün tələb olunan müəyyən sertifikatlar var, beynəlxalq və yaxud da onun üçün hansısa könüllülük və yaxud da təcrübə proqramı ola bilər. Ola bilsin, sizin sahədə ehtiyac yoxdur. Ehtiyac yoxdursa, okey, bunu sadəcə öz bacarıqlarınızı inkişaf elətdirmək üçün də keçə bilərsiniz. Regional üzrə məhsul könüllülükdür, məncə geriyə qaydanda heç görə bilmirəm. Çataq heç cür baxa bilmirəm. Zəhmət olmasın. Elnura xanım yazıb ki, üzrlü sayınama mən bu kimi fəaliyyətlərlə nədənsə razılaşmıram. Çünki hər yerdə imkanlar eyni deyil. Bir çox bölgələrimizdə universitet filialları fəaliyyət göstərir ki, orada təhsil alan tələbə ilə Bakıda təhsil alan tələbələr arasında çox fərq yaranır və burada əmək bazarında bölgədə təhsil alan tələbələrə kifayət qədər məhdudiyyətlər yaranır. Yəni, regionlarda bu imkanların az olması ilə bağlıdır, məsələ. Yəni, düz başa düşdümsə. Elnura xanım, siz hardan qoşulursunuz? Hansı zonadan qoşulursunuz? Masallar. Belə deyim, cavabı artıq özünüz verdiniz. Baxın, Masalada yaşamağınıza baxmayaraq, bəlkə orada 100 tələbə təhsil alır, amma hal-hazırda bu proqramı görmüsünüz və buradasınız. Bu o deməkdir ki, siz istəyəndə bir yolunu tapırsınız. Yəni, o proqramı araşdırırsınız və kifayət qədər mən deyərdim ki, region gəncləri üçün çoxlu fürsətlər var, onlayn təlimlər olur, hətta yerində belə müəyyən təlimlər olur. Ümumi problem kimi qeyd eləməyinizi başa düşürəm, amma mənə elə gəlir ki, biz limitləri birinci öz beynimizdə yaradırıq. O limitləri qırmaq gücünə də özünüz sahibik. Yəni, əgər siz qoşula bilirsinizsə, deməli, başqa biri də qoşula bilər. Yəni, bu çətinlik sadəcə bizim uydurduğumuz bir bəhanədir ki, mən eləyə bilmərəm, çünki mən rayonda yaşayıram. Yəni, buna özümüz birinci inanırıq. Əgər ona inanmasaq, əlbəttə ki, onun alternativini biz tapa biləcəyik. Mən qayıtmaq istəyirəm mövzumuza. Çox sağ olun, suallarınız çox maraqlıydı. Yenə olduqca bildirə bilərsiniz.
Biz bayaq məqsədlərdən danışdıq və bu məqsədlər qısa müddətli ola bilər, həmçinin də uzun müddətli ola bilər. Bütün uzun müddətli məqsədlər qısa müddətli məqsədlər əsasında formalaşır. Bayaq biz dediyimiz, biz müəyyən bir məqsədi təyin edirik və qısa müddətli məqsədlər o ümumi bir məqsədin həllinə gətirib çıxardır. Məsələn, bayaqlarım dedi, hansısa bir işdə çalışmaq istəyiriksə, bunun üçün uyğun bir təhsil almalıyıq, bacarıqlarımızı inkişaf elətdirməliyik. Əgər sertifikat lazımdırsa, o üzrə sertifikatlara baxmalıyıq ki, bu həmin uzun müddətli məqsədin qısa müddətli məqsədləridir. Yəni ora çatacağımız bizi uzun müddətli məqsədə aparan bir növ hədəflərimizdir. Bəs məqsədə necə çataq? Mən bunu sizdən soruşuram ki, məqsədimizi ümumiyyətlə necə çataq? Çox və düzgün çalışmaqla, araşdırmaları apararaq hərəkət eləmək lazımdır. Fərşən xanım qeyd edir, bəli. Çox və düzgün, ümumiyyətlə çox çalışmaq nəyə deyirsiniz? Məsələn, neçəsə saat mı, yoxsa doğru planlama ilə, ilk növbədə sistemli və ardıcıl çalışmaqla, planlı çalışmaqla, bəli, saat olaraq. Saat olaraq qeyd eləmişsiniz, tamam. Disiplinli olmaqla smart məqsəd təyin etməliyik. Smart məqsədi kim deyibsə, bütün sırrı pozdu. Davamlı çalışmaqla real məqsədlər qoymaq lazımdır məncə. Bəli, bəli. Yəni biz bir məqsədi təyin eləyəndə onun real olduğunu ilk öncə fərqinə varmalıyıq. Zamanı düzgün idarə eləyərək və özümüzü inkişaf etdirməklə Jale xanım qeyd eləyir. Doğrudur. Məncə əsas motivasiyadan düşməməklə. Bayaq qeyd elədiyimiz motivasiyadan düşmə məsələsi əslində bizim niyəmizlə bağlıdır. Məsələn, hamı idmana başlayır, mən də idmana başlayım və yaxud da hamı ingilis dili kursuna gedir, mən də gedim. Bu müəyyən qədər bizim niyəmizin güclü olmadığını bildirir və niyəmiz güclü deyilsə, avtomatik bizim motivasiyamız da aşağı düşür. Yəni biz ilk öncə niyəmizi düzgün qeyd eləməliyik ki, o motivasiya bizi davamlı hərəkətə keçirsin. Əgər hamı başlayır deyə başlayırıqsa, bu bizim xarici motivasiyamızdır və həmin motivasiya bizi bir müddət ayaqda saxlayır, bir müddət hərəkət halında saxlayır, bir müddətdən sonra artıq o hərəkət aşağı düşür. Neçə dənə işin eyni zamanda arxasınca qaçmamaqla. Adınız qeyd olunmayıb deyə bilmədim kimdir, adınızı dəyişə bilərsiniz və ya da qeyd eləyə bilərsiniz. Qonşudan qalma geri məqsədimiz olmamalıdır. Nigar xanım. Nigar xanım. O qaçdığımız işlərə baxmalı ki, görək hansı işlərin daha qaçırıq. Bizə lazımdır, yoxsa yox. Tamamilə doğrudur. Səhv etməkdən qorxmamaq lazımdır bir də. Çox vaxt bizdə layihələrdə mentorlar deyir ki, bəs məqsədi təyin elədik, amma məqsədin birdən doğru olmadığını görsək necə olacaq? Yəni, hər şeyi biz öncədən fərz eləyə bilmərik təəssüf ki, bəzi şeyləri yaşamalıyıq ki, onu öyrənək. Hətta mən keçən bir imtahanda iştirak edirdim, 2 istiqamət var idi, mən ikisində də tərəddüd edirdim və heç bilmirdim ki, hansı olmalıdır bunu. Sonra oldu ki, mən məlumatlandım ki, ikisində də əslində iştirak eləyə bilərəm növbəli şəkildə və mən birinə qoşuldum, sonra digərinə qoşuldum və birincidə qoşulanda artıq suallardan gördüm ki, mən əslində bunu istəmirəm və o qədər xoşbəxt idim ki, o sualların cavabını bilməməyimə görə. Mən başa düşdüm ki, konkret ikinci variant daha yaxşıdır və bunu yoxlayaraq öyrəndim. Əlbəttə ki, yoxlaya bilərsiniz. Bəzən bunun üçün o qədər də vaxtınız olmur, amma vaxtınız yetəcək şeyləri sınaya bilərsiniz ki, bu sizə uyğundur, yoxsa yox. Və yaxud da bayaq xanım qeyd elədi, beynəlxalq əlaqələr istiqaməti üzrə təhsil alır, amma öyrənir layihələrin idarə olunmasını. Yəni, hələ də müəyyənləşdirə bilməmsinizsə, onları öz bacarıqlarınıza uyğun yoxlaya bilərsiniz bir neçəsini ki, görək bu mənə uyğundur, yoxsa yox. Mən yenə çatı itirdim, bir dəqiqə. Geriyə qayda bilmirəm. Oxuyuram onu. Zəhmət olmasın. Məqsəd bizə nə verəcək, onu tam bilməliyik. Eynən. Yəni, məqsədimə çatanda həqiqətən
necə hiss eləyəcəm? Bunu öncədən biz baxmalıyıq ki, o məqsədin bizə nə verdiyi, birinci bizim hansısa bir hissimizi oyatmalıdır. Özümüzü orada görəndə necə hiss eləyəcəyik, ətrafımızda kimlər olacaq, nə düşünəcəyik, nəticəsini də düşünmək lazımdır. Eynən. Aytaç xanım, Nurlan bəy qeyd edib ki, Aha, bəli. mən Nurlan Səlmov, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsiyəm. Eləcə də yəqin ki, Qarabağ Regional Dost Agentliyinin könüllüsüyəm. Mənim telefonumda biraz problem olduğu üçün çox gec yazıram. Məqsəd və arzu insanın həyat yolunda yön verən ən əsas elementlərdən biridir. Məqsəd konkret bir istək və hədəf olaraq qarşımıza çıxsa da, arzu isə o məqsədə çatmaq üçün içimizdəki gücü və motivasiyanı formalaşdıran amildir. Məqsəd həyatımıza mənalı bir istiqamət verir. Çox sağ olun. Mən deyəsən çatın dilini çözdüm necə həll olunur. Okay. Nurlan bəy, çox sağ olun məlumatlar bölüşdüyünüz üçün. Heç bir problem yoxdur gec yazmağınızda. Sizlə tamamilə razıyam. Ümumiyyətlə bizim həyatımızı mənalı eləyən hər hansı bir məqsədimizdir. 2017-ci ildə biz məktəbli şagirdlərə debat təlimləri keçirdik və orada biz öncədən məqsədlər müəyyən edirik ki, məsəl üçün debatda nəyə nail olmaq istəyirsən, məsələn komplekslər ola bilər bu. Bir uşaqdan soruşduq ki, biz sənin məqsədin nədir? Dedi ki, mənim məqsədim yoxdur, çünki atam mənə nə istəsəm ala bilər. Yəni bəzən hər şeyin bizim üçün rahat olması bizim məqsədlərimizdən uzaqlaşdırır bir növ və həyatı həqiqətən də mənalı eləyən bizim məqsədimizdir. Nə qədər ki məqsədlərimiz var, biz onun uğrunda çabalayırıq, çalışırıq, əziyyət çəkirik, zəhmət tələb edir o bizdən müəyyən qədər. Amma sonra onu yaşadıqca həyat daha da mənalı bir vəziyyət halına gəlir. Tamamilə doğrudur. Məqsədə ümumiyyətlə necə çataq? Bundan danışırdıq. İlk öncə ağıllı məqsədlər təyin eləməliyik. Ağıllı məqsədləri necə təyin eləyəcəyik? İlk öncə niyələrini bilərək, nə qədər vaxt tələb olunur, onun üçün ümumi bir plan cızaraq, bayaqlarım kimsə burada smart qeyd eləmək, smart məqsəddən danışdı, ona toxunacam indi. Ağıllı məqsəd üçün ilk öncə məqsədimizi smart bir hala gətirməliyik. Yəni, ümumi dağınıq bir formada yox, o daha çox smart, yəni oradakı hədəf nədir, mən bunu nəyə görə istəyirəm, mən nə əldə edəcəm prosesdən, mənim məqsədə çatmağım üçün hal-hazırda mənim əlimdə nələr var və ümumiyyətlə bu məqsəd üçün hər gün, hər həftə, hər il nə edəcəm? Ən əsası da mən bu məqsədi üçün bayaq real məqsəddən söhbət getdi. Real bir vaxt təyin eləməliyəm. Məqsədim real olandan sonra mən qoyduğum vaxtı da real təyin eləməliyəm. İlk öncə o məqsədə çatan biri ilə söhbət eləyərək, məsələn, siz əgər ixtisas seçimində və yaxud da hansı işdə çalışacağınızı hələ də qərar verə bilməmisinizsə, ümumiyyətlə hal-hazırda təhsil alırsınız, kontingenti düzü bilmirəm ki, hal-hazırda qoşulanların çoxu belə başa düşürəm ki, tələbələrdir və yaxud da universiteti bitiriblər. O məqsədə çatan biri ilə söhbət eləyin ki, peşəkar biri də ola bilər və yaxud da belə deyim, vizual olaraq tanımaya da bilərsiniz. Məsələn, LinkedIn bunun üçün çox yaxşıdır ki, peşəkarlarla rahat söhbət eləyə bilərsiniz, suallarınızı verə bilərsiniz ki, o məqsədə çatandan sonra, məsələn, necə hiss eləyir, bunun üçün nə qədər vaxt lazımdır və yaxud da hansı bacarıqlar əldə etmək lazımdır. Düzü, burada biz məlumat veririk, amma bu məlumat ümumidir. Həmin məqsədə çatan biri ilə söhbət eləmək daha da məsələni spesifikləşdirir ki, siz tam olaraq nə etməlisiniz. Bunun da ən yaxşı yolu o məqsədə çatan biri ilə söhbətləşməkdir ki, o şahmatı əgər düşünsə, şahmatda necədir, biz bir gediş eləyəndə onun sonraki addımlarını da fikirləşirik. Artıq sonraki addımlarını həmin məqsədə çatmış birinin biz daha yaxşı görə bilərik. Fəaliyyət planı qur. Biz əgər məqsədə çatmaq istəyiriksə, onun bir fəaliyyət planı olmalıdır ki, biz nələr eləyəcəyik bu məqsəd üçün. Bunu daha detallı toxunacağım bu məsələyə, ona görə indi qısa məlumat verirəm. Riskləri analiz et. Bəzən biz nəyisə istəyirik, bayaq dediyim kimi, amma biz oradakı yoldakı bariyerləri, oradakı yaşayacağımız riskləri gözə almadan sadəcə istəyirik. Məsələn, belə bir şey deyim, mən oxuyuram psixologiyada, mən istəyirəm IT üzrə mühəndis olmaq. Yəni, bunun riski zaten əvvəldən bəllidir ki, mənim ixtisasımla məşğul olmaq istədiyim sahə tamam fərqlidir. Nə qədər ki, bunu istəyirəm, amma bunun üçün risklər də var. Yəni, biz bəzən görməzdən gələ bilərik ki, yox, heç bir adiyyatı yoxdur, mən özümə güvənirəm. Amma bu o deməkdir ki, biz riskləri ümumiyyətlə nəzərə almırıq. Risk bizim nə vaxtsa qapımızı döyəcək ki, mən buradayam, nə edirsən?
Buna ona görə diqqət etmək lazımdır. Təkrar yoxlamaq. Bir məqsəd qurdunuz, məqsəd müəyyənləşdirdiniz, onun üçün ağıllı məqsədlər təyin elədiniz və yaxud da müəyyən planlar təyin elədiniz. Onu təkrar gözdən keçirmək lazım idi ki, mən ümumiyyətlə nə əldə elədim? Ya bura qədər ümumiyyətlə düzgün getmir. Bəlkə hansısa bir dəyişiklik eləməliyəm. Məsələn, yeni bir şey öyrəndim və gördüm ki, daha qısa müddətdə ona çatmaq olar. Və yaxud da bu proses üçün mən 5 yox 10 dənə kurs keçməliyəm. Bunu davamlı yoxlayaraq daha yaxşı bilə bilərik ki, o məqsədə çatdıq yoxsa yox. Yəni onun bir planı bizim vizual olaraq qabağımızda olmalıdır. Güclü cəhətlərini daha da inkişaf elətdir. Bayaqlarım əmək bazarı ilə bağlı danışan, ümumiyyətlə iş tapmaqla bağlı burada qeydlər var idi. Biz ilk öncə özümüzü tanımalıyıq ki, bizim güclü tərəflərimiz hansılardır? Bəzən biz zəif tərəflərimizi güclü etməyə daha çox çalışırıq. Amma ona ola bilsin ki, sərf elədiyimiz eforu biz güclü tərəflərimizdən dolayı istifadə eləməliyik. Yəni, sadəcə güclü tərəfin üstündə çalışsaq, bəlkə o bizi daha irəli aparacaq. Yəni, zəif tərəf hal-hazırda bizi riski də yoxdur, amma belə narahat da eləmir də. Yəni, durub orada. İşləsəm də, işləməsəm də o qədər dəyişiklik olmayacaq. Ona görə güclünün üzərində işləyə bilərsiniz. Səhvləri nəzərdən keçirdik, onları düzəltməyə çalışaraq. Ola bilər ki, bayaq qeyd elədi, bəzən məqsədin nəticəsi ümumiyyətlə nə olacaq? Bəzən məqsədi səhv də təyin eləmiş ola bilərik və yaxud da məqsədə gedən yolu səhv təyin eləmiş ola bilərik. Okey, yəni hamı səhv eləyə bilir. Biz hər şeyi müşahidə eləyərək və yaxud da səhv etməmiş öyrənə bilmirik. Həmin səhvləri nəzərdən keçirmək olar və nəyi düzəltməyə çalışa bilərik, ona fokuslana bilərik ki, okey, mən bunu, yəni birinci özümüzə qarşı dürüst olmalıyıq ki, mən bunu elədim, mən başa düşürəm ki, səhv eləmişəm. Bunu dəyişdirə də bilərəm. Bəzən çox mükəmməliyyətçi davranıb, elə ilk səhvimizdə özümüzü qəşəng anlayırıq. Mentlərim arada deyir, özümüzü qəşəng döyürük. Özünüzü döyməyə ehtiyac yoxdur, yoldaşlar. Səhvinizi nəzərdən keçirdin, gördünüz ki, səhv elədiniz, boynunuzu alın ki, səhv elədiniz. Ən yaxşı yolu bunun etiraf eləməkdir. Etiraf elədikdən sonra mənim həmişə yaxşı bir metodum var. Mən görəndə ki, məsəl üçün nəyisə fərz elədim, o düzgün olmadı. Mən deyirəm ki, sən yəni nə qəşəng səhv elədin. Özünüzü qəşəng təqdir eləyin. Çünki bizim səhvlərimiz bizə ən qəşəng təcrübələri yaşadır ki, o təcrübəni yaşadın və deyir, ən son öyrəndiyim təcrübəm, ən son etdiyim səhvim idi. Yəni, o təcrübəni yaşamadan bilməyəcəydiniz ki, səhvdir yoxsa yox və ona görə yoxlayıb bilə bilərsiniz ki, o yaxşıdır yoxsa yox. Bunu həmişə mən özüm də, yəni mentorların özləri də supervizorla çalışırlar, mütəxəssislərlə çalışırlar. Mənim həmişə supervizorum deyirdi ki, onun dadına bax və məsələdən biraz uzaq olsa da düşünürəm ki, tam mahiyyət etibarı ilə eynidir. Mənim çox xoşladığım bir şirniyyat var idi. Tiramisu yəqin ki, yoxlamısınız ya da yoxlamamışsınız. Yoxlamamısınızsa, yoxlayanda 2 dəfə düşünün. Mən onu çox xoşlayırdım və getdim bir gün onu sifariş verdim. Qabağıma gəldi, çox qəşəng görünürdü. Amma mən onun dadına baxdım, gördüm, bu heç də mənim düşündüyüm kimi bir qida deyil. Mən onu tamam fərqli təsəvvür eləmişdim, dadını fərqli düşünürdüm və onda başa düşdüm ki, həqiqətən onun dadına baxmasaydım, mən bilməyəcəkdim ki, onu sevirəm yoxsa yox. Bəzən olur, məsələn, menyuda nəsə olur, şəkli çox qəşəng görünür, amma sifarişdə gələn tamam fərqli bir şey olur. Ona görə biz onu yaşamadan bilməyəcəyik. Ən yaxşısı özümüzə səhv eləməyə də icazə verməkdir. Təslim olma, səbirli ol. Bəzən qarşılaşdığımız ilk elə bariyerdə biz deyirik ki, məndə alınmayacaq. Burada bitdi. Amma biz unutmamalıyıq ki, məqsədimizə çatmaq üçün ilk öncə səbirli olmalıyıq və hansısa bariyer bizi təslim etməməlidir. Bir dəfə, 2 dəfə, 3 dəfə bunu yoxlayıb ən yaxşısı nəticəyə baxa bilərik. Və bəzən də o səhvlər bizə göstərəcək ki, okey, 1-də alınmadı, 2-də alınmadı, 3-də alınmadı. Deməli, bəlkə də dəyişməlisən. Yəni, sənin əsl məqsədin bu deyil. Əgər hər dəfə nəsə alınmırsa, deməli, yenidən baxmalısan yoluna ki, ola bilsin məqsədin yanlışdır. Tam olaraq istədiyim bu deyil. Çünki biz bəzən öz istəklərimizlə başqalarının bizdən gözlədiyi istəkləri qarışdırırıq. Və başqaları bizdən nə gözləyirlərsə çalışırıq ki, onları verək və özümüzü müəyyən qədər təsdiq eləyək ki, sən məndən bunu istəyirdin, bax, həqiqətən də mən bunu bacardım, amma heç onu istəmirdi. Bunu da o məqsədə çatanda bilirik ki, bu mənim istəklərim deyilmiş.
mən yəni məqsədimə çatanda xoşbəxt olmalıyam, amma xoşbəxt deyiləm. Deyiləmsə, bəlkə də bu mənim istəyim deyilmiş. Bunu belə çox qəşəng qablaşdırıblar, mənə hədiyyə eləyiblər və açandan sonra görmüşəm ki, yox, bu əslində mənim deyil. Qablaşdırması qəşəng imiş deyə mən düşündüm ki, bu mənim imiş, mənə aiddir. Və burada bir şəkil var. Bilmək istəyərdim ki, o şəkli ümumiyyətlə necə şərh edirsiniz? Yəni sizcə bu şəkil nəyi göstərmək istəyir? Şəkli ümumi belə bir izah verim. Şəkildə bir şəxs pilləkənlər üzərində dayanıb və qarşısında divar var. Divarı sadəcə gördüyü divardır. İkinci bir şəxs pilləkənlər var, üzərində bir şəxs var, amma digərindən daha aşağı bir hissədə dayanıb və yenə də görülən tərəf divarda, amma divarın fərqli bir hissəsidir. Üçüncüdə isə həm pilləkənlər var, həm bir nərdivan var və həmin şəxs tam divarların yuxarısındadır və baxdığı mənzərə də müəyyən qədər fərqlidir. Sizcə bu məqsədlərimizlə əlaqəli nəyi bizə göstərir və yaxud da nə demək istəyir? Yəni şərhiniz necə olardı bununla bağlı? Axşamınız xeyir. Axşamlar. İlk öncə özümü təqdim edim. Əlizadə Aygün, Dövlət Universitetində 2-ci kursda təhsil alıram. İxtisasım idarə edilməsidir. Şəkildə əsasən bu qərara gəldim ki, birinci və ikinci şəxs qarşısına müəyyən məqsəd qoysa da ona nail ola bilməyib və bu məqsəddə fərqli bir şey görmür. Ancaq üçüncü şəxs məqsədə nail olub və üst pillədədir, artıq hansı yollardan keçdiyini bilir və düşünür ki, bu yollardan keçməsəydim, fərqli bir şəkildə də bura çata bilərdi. Məncə belədir. Təşəkkürlər İzahcan. Başqa kiminsə fikri var? Düşünürəm ki, cavab verə bilərəm. Aha, bəli, buyurun, özünüzü təqdim edin. Pərişan. Düşünürəm ki, şəkildə qeyd olunur ki, əsas məqsəd odur ki, göstərməyə çalışır ki, hər kəsin məqsədə getdiyi yol fərqlidir. Yəni, misal üçün, burada 3 insan var da, 3 insan eyni məqsədə doğru gedir əslində ki, hər biri o binaya, divarın üstünə qalxmağa çalışır. Amma insanlar üçün fərqli yollar var. Mən misal üçün bəzi çətinliklərdən, fərqli çətinliklərdən keçib o divarın üstünə çıxa bilərəm, qalxa bilərəm. Misal üçün siz fərqli yollardan keçərək o divarın üstünə qalxa bilərsiniz. Bəziləri üçün bu çox asan da olur. Gördüyünüz kimi nərdivanı var və asanlıqla ora qalxa bilir. Bəziləri üçün isə bu yol çox çətin ola bilir. Yəni addım-addım, pillə-pillə o yolla qalxır. Düşünürəm ki, şəkildə əsasən bunu izah etməyə çalışır. Aydındır. Təşəkkürlər. Bu da maraqlı bir izahdır, bəli. Mən də fikrimi bildirim. Əslində chatda yazmışdım. Yəni belə deyim ki, mənə elə gəlir ki, burada deyilən kimi baxış bucaqları fərqlidir. Əslində hamısının məqsədi eynidir. Sadəcə həm baxış bucaqları fərqlidir və bəzisi mənə elə gəlir birinci şəkil və ikinci şəkildə belə deyək, arzuya daha çox bənzəyir. Üçüncü şəkil məncə biraz məqsədə doğru artıq nəsə bir addımlar atılır. O mən elə düşünürəm. Əla. Kim idi danışan? Nərgiz xanım? Nurani xanım. Nurani, aha, tamam. Axşamınız xeyir. Mən Nərgiz Aliyeva. Başlanğıcını aça bilmirəm. Şərh edərdim mən bu şəkil barədə ki, bu 3 nəfərdən hər birinin təbii olaraq məqsədi, arzusu var. Nərdivan pilləkəndə olan vətəndaşlar arzuları var, istəkləri var, amma bunun üçün yalnız əlində olanlarla qane olublar. Bir canfəşanlıq göstərib nə isə etmək istəməyiblər. Amma hasarın başında durmuş vətəndaş bunun üçün bir səy göstərib, gedib hardansa nərdivan gətirib, çıxıb hədəfinə nail ola bilib. Mənim gözümdə belədir yəni. Əla, qəşəng idi. Təşəkkürlər. Burada çatda da qeydlər var. Bəli, buyurun. Aytacağım. Mən də əslində fikirlərə qoşuluram. Sadəcə onu demək istəyirəm ki, düşünürəm ki, üçüncü şəxs, yəni birinci və ikincinin təxmini bildiyi, düşünürəm ki, üçüncü şəxs getdiyi məqsədə daha məsələn sadə yollarla necə çata bilərəm də, yəni öz məqsədini bilir və bununla məsəl üçün
necə daha asan edə bilərəm? Məsələn, baxırıq ki, birinci və ikinci şəxsdəki şəxslər nisbətən daha, yəni çətin olur da onlar üçün. Amma üçüncü şəxs isə artıq məsələn 1-2 pillə gedir və bunun nisbətən getdiyi məqsəddə biraz çətin qarşılaşacağını görür və ona görə də daha sadə yollar, daha özünü necə deyim, asan necə edə bilərəm sualına cavab verir sanki. Yəni strategiyasını tamam fərqli qurur digərlərinə nisbətən. Yəni məncə bu həqiqətən çox önəmlidir. Yəni ki, baxırıq ki, bir çox insan eyni məqsəd üzərində çalışır, amma baxırıq ki, və necə deyim, planlanması da eynidir. Çünki daha fərqli olur, o hər zaman daha uğur əldə edir. Yəni ən böyük problemimiz elə budur ki, biz fərqli şeyi çox sınaya bilmirik. Yəni sanki qorxuruq mu? Yəni içimən daxil. Belə düşünürəm. Bilmirəm, düz yerə. Təşəkkürlər. Kim idi? Onlar da fikrimi bildirim. Kim idi bunlar? Necə? Səfərova Xatirə. Xatirə? Bəli. Xatirə qəşəng bir məqama toxundu ki, biz bəzən o risklər ki var, riskləri ilk öncə analiz etməliyik və bəzən o riski ala bilməliyik özümüz. Çünki riskin bizə gətirəcəyi də müəyyən şeylər ola bilər. Əvvəlcədən düşünülmüş riskdən gedir söhbət. Tamamilə razıyam. Buyurun, kim idi? Öncəliklə özümü təqdim edeyim, Allah Quliyev Rəşad. Burada üçüncü şəxs artıq məqsədi düzgün təyin eləyib, məqsədə çatmış şəxsdir. Mən ikinci şəxsə biraz daha çox fokuslanmaq istəyirəm, çünki o üzünü divara dönüb. Yəni belə deyək, məqsədini düzgün təyin eləməyib, onun getdiyi yol artıq o məqsədə çatmaq üçün qeyri-real bir yoldur da, belə deyək. O səbəbdən əsasən burada mənim belə deyək də şəkli başa düşdüyüm qədərilə məqsədi düzgün təyin eləməliyik və o məqsədə getməyən bəzi yollarda belə deyək də daha israrçı olmağımız bizi o məqsədə aparmayacaq. Daha başqa bir yollar tapmağa çalışmalıyıq, daha real yollar və daha bizim üçün uğurlu olan yolları tapmağa çalışmalıyıq. Qəşəng məqamdır. Hər kəs üçün effektiv yol fərqlidir və bizim üçün effektiv olan hansıdırsa bir növ ona baxmalıyıq. Chatda da qeydlər var, mən istəyərdim onları da oxuyam. Bir dəqiqə. Burada planlı son hissəsini oxuyacağım. Planlı şəkildə hərəkət eləmək şərtdir. Orta statistikdar düşünmək isə bu yolda maneədir. Bəli. Hər tərəfli düşünmək və baxış bucağımızı genişləndirmək gərəklidir. Səbahət qeyd edir ki, bu da var ki, məqsədə çatmaq üçün plan qurmaq lazımdır və bizi dəstəkləyən ətraf da önəmlidir. Tamamilə razıyam. Bizi dəstəkləyən ətraf bizi daha çox irəliyə aparır, amma təəssüf ki, hər zaman bu qədər şanslı olmuruq. Bəzən biz inansaq da məqsədimizə ətrafımız inanmır. Burada yenə də biz qayıtmalıyıq həqiqətən o məqsədi nə qədər istəyirik, bu məqsəd bizə nə qatacaq və yaxşı olar ki, məqsədi təyin eləyəndə təkcə özümüzü yox, başqalarını da düşünək ki, mən bu məqsədə çatanda başqalarına necə xeyir verə biləcəm bu məqsədlə. Məsələn, həkim olmaqdan bayaq danışdıq, həkim olacağam, o ki, bu mənim istəyimdir, mən xəstələri sağaltmaq istəyirəm. Bunu ümumi götürsək ki, mən cəmiyyətə necə bir fayda verəcəm, o ki, xəstələri yəni gəlib orada hansısa bir sağalacaqlar, hansısa bir şəfa tapacaqlar. Artıq burada insanları da qarışdırırıq məsələnin içinə və məqsədimiz təkcə özümüzə yönəlik olmalı deyil, biraz da ətraf da burada rol oynayır. Bundan başqa, burada Sumqayıtda təlim keçməklə bağlı qeyd olunub. Siz mənə yazarsız, zəhmət olmasa, uyğun olsa əgər təşkil eləmək olar. Tüzəli xanım qeyd edir ki, özümüzə inanaraq məqsədimiz üçün dayanmadan çalışmalı və planımızı düzgün qurmalıyıq. Bəli, ilk öncə özümüzə inanmalıyıq ki, biz bunu həqiqətən bacararıq, yoxsa yox. Bunu da ən çox yolda öyrənirik ki, inamımız bəzən qırıla bilər, amma məqsədimizin niyyəsi güclü olanda o inamı da tez bərpa eləyə bilərik. Burada qeyd olunub, məsələn, mən may ayının 23-nə qədər ingilis dilindən 5 cümlədən ibarət 20 mövzunu tərtib edib öyrənəcəm. Bunun üçün günə 2 mövzu tərtib etsəm, vaxtında məqsədimə çatmış oluram. Tamamilə doğrudur. Bu sizə görə smart bir məqsəd ola bilər, amma yoldaşlar hələ ki onunla bağlı məlumatı deyil deyə sonraya saxlaram fikrimi. Səxavətoğlu qrup təlimin sonunda bildirə bilərsiniz, əlbəttə ki, təşkilatçılara bildirin. Məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə etmək şəkillə bağlı, baxış bucağı müxtəlifdir. Bir şeyi arzulayıb hərəkətə keçməmək, bir şeyi arzulayıb hərəkətə keçib sona kimi irəli getməmək, hər şeyə rəğmən məqsədlərindən dönməyə.
Məncə şəkil demək istəyir ki, məqsədinə gedən yolu ağırlaşdırma, eyni yerlərdə ilişdikcə pillələr ağırlaşır və uzanır. Qərarlı ol, dəyişmə, qorxma, sadəcə et. Okay. Səbahət qeyd edir ki, birincidə səy var, lakin vasitəsi yoxdur. Könül xanım qeyd edir ki, mən düşünürəm ki, əsas məsələ düzgün yolu tapmaqdır. Okay. İkincidə məqsədə doğru sayı daha azdır, çatmaq üçün imkanı azdır. Üçüncüdə amma əlində olanları əlaqələndirib və hədəfinə çatıb. Səbahət qeyd edir. Əsas düzgün strategiyadır. O hündürlükdən qorxmayıb, düzgün qərar verib, seçim edə bilir, nə cür keçə bilər bu hasarı. Bəli, bundan razıyam. Bir dəqiqə. Aysu xanım qeyd edib ki, məncə bir şəxs digərlərindən fərqli olaraq hərəkət etdiyi üçün onlardan fərqlənir. Burada Səxavətoğlu qrup adınızı qeyd eləsiniz, hə? Daha yaxşı olar fəaliyyət bura. Deməli, bugün biz şəxsi və peşəkar həyatımızda uğurlu nəticələr əldə etmək üçün vacib bir mövzuya, məqsədlərin müəyyən edilməsi və fəaliyyət planının tərtibinə diqqət yetirəcəyik. Həyatımızı daha məqsədyönlü və təşkilatlı qurmağın ən mühüm addımlarından biri məqsədlərimizi aydın şəkildə müəyyən etmək və onlara çatmaq üçün konkret addımlar atmaqdır. Bəli, qəşəng şərhlərinizdən sonra istəyərəm ki, şəkillə bağlı ümumi rəy verim. Toxunduğunuz əslində hər bir məsələ həm öz məqsədlərimizi yansıdır, həm də bizim qarşılaşdığımız müəyyən qədər çətinlikləri. Biz bəzən məqsədi təyin edə bilərik, amma məqsədə çatmaqdan qorxa bilərik. Hər zaman danışılır uğursuz olmaq. Bəzən biz uğurlu olmaqdan da qorxuruq. Yəni bir şey istəyirik, amma o şeyin gətirdiyi uğuru da qəbul eləməliyik. Uğurdan nə üçün biz qorxuruq, birinə buna da baxmalıyıq və gördüyünüz bu şəkildə hər kəs əslində fərqli hissələrdədir və gördükləri hissə fərqlidir, amma orada qarşılarında bir maneə var. Həmin maneəni dəf eləmə üsulları fərqlidir və bura çatmaq üçün ola bilər pillənin sayını artırasınız, ola bilər əlavə vasitə daxil eləyəsiniz, amma əsas nəticə odur ki, sən hansı fərqli yolları sınadın və məqsədinə çatdın. Yəni, məqsədə çatmaq üçün bir yol yoxdur, bir neçə yol var və biz o yolu özümüz seçirik və biz əgər hərəkət eləmiriksə, sadəcə bir yerdə dayanmışıqsa və deyiriksə, bu məqsədə mən çata bilmirəm, çünki məqsəd çox hündürdür, çox böyüdür. Elə ən yaxşısı burada dayansam yaxşıdır. Ona görə də alternativlərimizə baxmalıyıq ki, biz neynəməliyik ümumiyyətlə bunun üçün. Nurlan bəy qeyd eləmişdi, bayaqki fikirləri. Çox sağ olun, Nurlan bəy. Könül xanım qeyd eləyib, şəkillə bağlı, insan özünü heç kəs ilə müqayisə etməməlidir. Bəli, buradakı müqayisə sadəcə məqsədimizə çatmaqla bağlıdır ki, məsələnin görünən tərəfləri əslində hamı üçün görünəndir. Amma burada görünməyən hissi biz nə eləyə bilərik o sərhəd üçün? Buna baxmalıyıq. Və burada ənənəvilikdən çıxıb yaradıcı olmaq vurğulanıb ən çox. Bəli, yaradıcılığımız biz nə qədər məsələyə hakim olsaq, biz o zaman daha yaradıcı ola bilərik, daha həlyönümlü ola bilərik. Məsələn, çox zaman insanlar qeyd edir, mən özümə güvənmək istəyirəm ki, mən özgüvənli olum, amma bir düşünən ki, kim özünə güvənir və yaxud da kimi özünə güvənən adlandırırıq. İlk öncə özünə güvənən insan, yəni öz zəif tərəflərini, güclü tərəflərini, qorxularını, qarşılaşa biləcəyi riskləri, fürsətlərini, yəni bu özü ilə bağlı bütün məlumatları bilən və yaxud da hansısa bir iş yerini istəyir, sadəcə istəmək deyil də o iş yerini araşdırır ki, orada hansı proseslər gedir, mən orada necə bir rol ala bilərəm. Hətta keçən dəfə bir təlimdə belə bir şey qeyd elədilər. Dedilər, işlə bağlı iş tapmağın rahat yollarından biri də sən başqa şirkəti yaxşı araşdırırsan və görürsən ki, orada hansısa bir boşluq var. Və bu boşluqla bağlı sən nə eləyə bilərsən? Şirkətə ona təklif verə bilərsən. Yəni, bu artıq məsələyə çox geniş bir prizmadan baxa bilməkdir ki, bəzən biz o geniş prizmanı özümüzdə dəf eləyirik. Yəni, hamının dediyinə görə deyirik ki, hamı deyirsə belədir. Amma ən yaxşısını, ən doğrusunu biz özümüz müəyyənləşdirib tapa bilərik. Burada Zülfiyə xanım qeyd edib ki, məqsədə çatmaq üçün neyniyək ki, daim həvəsli olaq və dayandırmayaq. Zülfiyə xanım, bayaq bunu qeyd elədik, niyəmiz güclü olmalıdır. Yəni, məqsədə hər tərəfli bir düşünməliyik, niyələrimizi sorğulamalıyıq və ona uyğun da baxmalıyıq ki, bu həqiqətən bizim məqsədimizdir, yoxsa yox. Özünə güvənən insan qorxularına qalib gələ bilən insandır.
Yəni özümüzə güvənmək üçün deyərdim birinci qorxularımızı bilməliyik. Yəni güvən birinci oradan başlayır. Bəs məqsədə niyə çatmırıq? Bu əslində qrup işidir, amma hal-hazırda proqramda qruplara bölə bilməyəcəyik. Hamıdan qısa fikirlərini almaq istəyərdim ki, sizcə məqsədə niyə çatmırıq? Ya bu danışdıqlarımızdan əsasən yola çıxsaq nələrə qeyd eləyərsiniz? Disiplinli olmuruq. Aha. Başqa? Mən səsli bildirə bilərəm. Əlbəttə, buyurun. Mən düşünürəm ki, bunun əsas səbəblərindən biri, əsas da birincisi qeyri-dəqiq olmaqdır. Yəni siz dediniz, niyəni həqiqətən də dəqiqləşdirmək mütləqdir. Sonra həmin məqsədə çatmaq üçün bir planımızın olmaması ola bilər. Əsas məsələlərdən biri bayaq da bir xanım qeyd etdi ki, motivasiyanın olmaması və yaxud da motivasiyanın aşağı olması. Mən özümdən misal göstərəcəm. Mənim üçün vacib, yəni mən beynəlxalq münasibətlərdə oxuduğum üçün dillər çox vacibdir. İngilis dilini bir təhər öyrənə bilsəm də fransız dili öyrənməliyəm və çox qəliz dildir həqiqətən də. Mən fransız dili öyrənməyə başlayanda ingilis dilinə şükür edirdim ki, Allah. İngilis dilinə şükür. Çox qəliz dildir əslində. Və düşünürdüm ki, mən heç vaxt onu öyrənə bilməyəcəm. Yenə də elə düşünürəm. Halbuki artıq demək olar ki, ilk başladığım vaxtlara baxanda biraz inkişaf var fransız dilində. Və müəyyən bir yerdə mən də öyrənə bilməyəcəm dediyim anda motivasiyam düşürdü və mən təkrar yenə qırılma olurdu. Bir müddət saxlayırdım, sonra bir ay falan keçirsən yenidən başlayırdım təkrar oxumağa. Düşünürəm ki, motivasiya da burada çox önəmlidir. Və motivasiyanı da həmişə deyirlər ki, belə videolar izləyərək, elə insanlar var ki, motivasiya videolarına baxır, motivasiyası yüksəlir və yaxud da belə motivasiya verən kitablar var, onu oxuyur, motivasiyası yüksəlir. Amma mənə heç vaxt elə şeylər təsir etməyib. Etsə də maksimum 2 gün, 3 gün, sonra qətiyyən yəni təsir olmuyor. Düşünürəm ki, insan özü-özünü motivasiya etməlidir. Sonra ola bilər, vaxtı ola bilər, vaxt məncə bir məqsədə çatmaq üçün mane ola bilər. Bir də eyni zamanda dəstək, ətrafdan da dəstək almaq düşünürəm ki, məqsədə çatmaq üçün əsas vacib şərtlərdən biri. Mən düşünürəm ki, həm də məqsədə çatmaq üçün burada əsas problemlərdən biri bayaq qeyd olundu ki, iş tapmaqla bağlı. Deyirəm ki, təcrübə olmayanda iş tapmaq qəliz olur. Təbii ki, razılaşıram bundan. Amma əsas məsələlərdən biri də networking-in, yəni şəbəkələşmənin, şəbəkənin olması ilə bağlıdır. Düşünürəm ki, hazırda o dediyiniz kimi gizli bazar deyilən bir yer var ki, ora məhz şəbəkə əlindən deyir də, belə deyək ki, şəbəkələşməklə iş tapmaq daha da asan olur. Belə. Pərşən xanım, çox sağ olun. Tamamilə razıyam. Yəni bizim yenə də asılı gedəcəyimiz yol, ən yaxşısını biz bunu özümüz təyin edə bilərik ki, həqiqətən bizə nə lazımdır. Bunu da kör-körənə yox, əlbəttə ki, araşdıraraq baxmaq lazımdır ki, bu bizə lazımdır, yoxsa yox. Bəzən hamı deyə bilər ki, hə, o lazım deyil və yaxud da sırf ora nə üçünsə hansısa bir sertifikat lazımdır. Ən yaxşısı gedib onu görmək, yəni belə deyim də, yoxlamaqdan qorxmayın və cəhd eləyin. Yəni cəhd eləyəndə bəlkə də sizi təcrübəsiz də götürəcəklər. Bir o məsələyə baxmalıyıq ki, bəlkə də bizi elə təcrübəsiz də götürə bilərlər. Biz özümüzü niyə limitləyirik ki, sırf bizi belə işə götürə bilərlər. Bir dəqiqə çata baxaq. Mən səsli fikrimi bildirə bilərəm. Aha, bəli, Nuray xanım, buyurun. Mənə elə gəlir ki, burada məqsədə çatmamaqda əsas deməli plan düzgün qurulmaması, iradəsizlik və emosional intellektin olmaması. Emosional intellekti necə qeyd edirsiniz? Yəni nəyə görə vacibdir? Yəni emosional intellektin olmaması hardasa insanın psixoloji özünə təsir etmə bacarığının olmaması da demək olar ki, yəni bu yüksək olduğunda sən özün özünə əgər motivasiya ola bilirsənsə və özün özünə psixoloji təsir edə bilirsənsə, məncə məqsədə daha rahat çatmaq olar. Yəni kənar belə deyək də təsirlər ötəri təsirlərdir, yəni müvəqqəti təsirlərdir. Aydındır. Və yanlış da ola bilər. Həmin təsirlər yanlış ola bilər?
bəli, insanın yönlənməsində yanlış da ola bilər. Doğrudur. Mən də fikir bildirə bilərəm. Aha, əlbəttə, buyurun. Məncə məqsədə niyə çatmırıq? Bunun bir çox səbəbləri var. Əsas səbəblərdən düşündüyümə görə sadalayacağam. Plansız yanılmaq, məqsədə çatmaq üçün müəyyən planla ilerləmək lazımdır və plansızlıq da bizim məqsədimizə çatmaqda məhrum edə bilər. İkinci olaraq müəyyən işləri təxirə salmaq ola bilər, yəni ertələmək kimi. Bugünkü planıma uyğun bir məsələni sabaha desəm ki, məsələn, sabah həll edim. Təbii ki, bu da məqsədə çatmamda məni məhrum edəcək. Üçüncü olaraq məqsədə çatmaq üçün bir yol var və biz bu yolda asan işlərdən çətinə doğru hərəkət etməliyik. Yəni, ən asan mərhələdən ən çətinə doğru ilərləsək, həm çətinliyə öyrəşmiş olacaq, həm də özümüzdə motivasiya yaranacaq. Hər mərhələni keçdikcə özümüzdə inamımız daha da artacaq. Təşəkkürlər, Agil. Buyurun. Tamamilə razıyam. Mən ən çox bunu Z nəslində görürəm. Bir çətinliklə rastlaşan kimi işi qutarırlar. Yəni işdən çıxırlar, bu iş mənə uyğun deyil. Yəni çox zənnə qapılırlar bəzən. Amma həmin çətinliklərdə bir söz var, o çox sevirəm onu. Deyir, çəkişməsən, bərkiməzsən. Yəni bəlkə də orada öyrəndiyin hər hansısa bir sənə çətin gələn bir şey sənin sabahki uğurunun təməlidir. Yəni, insan çox vaxt istəyir ki, o təqdir olunsun, dəyər görülsün, onu hamı sevsin, səhv tapmasın heç kim onda. Amma bəzən də o səhvlərimizin üzərində işlədikcə biz daha yaxşı bir formaya gələ bilirik, yəni daha peşəkarlaşırıq. Və onu biraz gözə almaq lazımdır ki, biz bu prosesdən bəlkə də həqiqətən nəsə öyrənə bilərik, bu bizim üçün faydalıdır. Yəni, belə deyim də, real və obyektiv rəy və feedbacklərə açıq olmalıyıq ki, onu verəndə biz müəyyən qədər qəbul eləməyi bacaraq. Burada chatda da qeydlər var idi, onu oxuyum, keçəcəm cavablara. Deməli. Burada qeydlər var ki, davam eləmirik, niyyəmiz güclü olmur. Daha sonra nizamlı, ardıcıl işlər yerinə yetirmirik, ertələyirik. Çox düzgündür İbrahim bəy. Yəni, bəzən tam, məsəl üçün, mənim məqsədim ingilis dilidir. Mən otururam, serial izləyirəm və yaxud da necə deyim, dostlarımla vaxt keçirdirəm. Bəs məqsəd harada qaldı? Yəni, məqsədə nə qədər vaxt ayıracağıq, o yoxdur. Əsas məqsədimiz bacara biləcəyimiz bir məqsəd olmalıdır. Düzdür, hər kəs pillə hər bir mövzuda olan məqsədə çata bilir. Qarşıda nə qədər də bacardığımız bir iş olsa da hər bir addımda bir problem çıxır. Mənim fikrimcə, bacara biləcəyimiz bir məqsəd olarsa, bu maneələrə dəqiq və tez qalib ola bilərik. Bəzən məqsədi məqsəd eləyən onun çətinliyi də ola bilər. Yəni, hər zaman çata biləcəyimiz şey deyil. Yəni, reallığı əlbəttə ki, nəzərə almalıyıq. Amma özümüzü orada görə bilməkdir əsas məsələ. Yəni, bir söz vardır, əgər xəyal eləyə bilirsənsə, gerçəkləşdirə bilərsən. Əgər o şeyin xəyalı sizə gəlibsə, onun üçün nələr eləmək lazımdır, bir baxmalıyıq. Davamlı çalışmırıq, risklər bizi qorxudur, düzdür, ancaq bir hissəyə fokuslanırıq və geriyə baxmırıq ki, başqa bunun üçün nə lazımdır? Overthinking deyirlər, yəni çox düşünmək. Çox düşünmək yaxşıdır, amma düşünüb addım atmırıqsa, o artıq biraz problemə çevrilir. Nəyisə, nələrisə səhv edirik, düzgün fikirləşmirik, bəli. Ya da sadəcə fikirləşirik, hərəkətə keçmirik. Mən özüm ilk dəfə məqsədimdən ona görə döndüm ki, mənə aid deyildi. Yəni, müəllim ol deyə beynimi yemişdilər. Sonra isə gördüm ki, bu mən deyiləm. Və qarşıma qoyduğum o məqsəddən mənə aid olmadığı üçün döndüm, yaxşı ki də döndüm. İndi istədiyim yerdə olmazdım. Səbahət xanım, tamamilə razıyam sizinlə. Bəzən ola bilsin ki, bizi insanlar çox istədiyinə görə, qorumaq istədiklərinə görə, bu adətən bizim ətrafımız, yaxınlar, yəni birinci dərəcə yaxınlarımız ola bilər ki, düşünürlər biz daha çox yorularıq bu prosesdə, amma insana xoş gələn bir şey onu yormur. Yəni, daha da prosesdə fokusda eləyir, daha da motivasiyalı eləyir. Motivasiya zəifliyi, daha sonra risk etməyi sevməliyik.
aydın planın olmaması və motivasiyanın azalması, ümumi toxunacaq məsələlərə dəstək almaq. Burada Səbahət xanım qeyd edib dəstək almalıyıq. Bəlkə də tamamilə doğrudur. Yəni bu hissəyə qayıdacağam çıxışımda. Motivasiya zəifliyi. Okay. Təşəkkürlər yoldaşlar. Verdiyiniz cavabların hər biri doğrudur. Məqsədə niyə çatmırıq? Əslində bunların hər birini qeyd elədik. Sadəcə ümumiləşdirsək, ilk öncə məqsədimiz ağıllı deyil. Yəni onun ətrafında bizim qurduğumuz planlar ağıllı deyil. Sadəcə istəyirik, plan yoxdur və yaxud da istəyirik, plan da qurmuşuq, planda düz getməyən nələrsə var. Bəzən olur. Məsələn, mən bunu universitet vaxtlarımda çox səhv eləmişdim. Zinciri qırma cədvəli var. Mən zinciri qırmada hər gün 10 səhifə kitab oxumağı qoymuşdum özümə və mən 3-4 ay bunu davam elətdirdim. Hətta oxumadığım günlər 20 səhifə qoydum, yəni balanslaşdırmaq üçün ki, davam edeyim. Və mən 4 aydan sonra ümumiyyətlə kitab oxumaq istəmədim. Yəni kitablara qarşı bir sevimsizlik yarandı. Heç əlimə almaq belə istəmirdim. Sonra başa düşdüm ki, əslində mən arada off day götürməliyim. Yəni həmin gün heç nə eləməməliydim. Amma mən özümə davamlı onu dayatmağa çalışırdım və bizim beynimiz çox mükəmməl işləyir. Bir müddətdən sonra siz onu davamlı nəyisə dayatanda bir yerdə deyir ki, yəni okey, başa düşdüm, məqsədə çatmaq istəyirsən, amma mən yorulmuşam da, yəni arada mənə də istirahət ver. Niyəmiz dəqiq və güclü deyil. Motivasiyamızın əsas düşmə səbəblərindən biri niyəmizlə bağlıdır. Niyəmiz əgər güclü deyilsə, biz prosesin sonuna çatmayacağıq. Elə əvvəldən qırılacaq və yaxud da bir müddətdən sonra qırılacaq. İlk öncə niyəmiz dəqiq və güclü olmalıdır. Yəni motivasiyanın açarı budur. Planımız yoxdur və diqqətsiz oluruq, fikrimizi cəmləmirik. Məsələn, hal-hazırda ən çox diqqət yayandıran şeylərdən biri bizim bütün, belə deyim də, qeyri-real dünyanı özündə cəmləşdirən telefonlarımızdır ki, onun içində hər şey var və bəzən başqa insanların uğurlarını görüb özümüzü müqayisə edirik ki, yox da, yəni insanların bu qədər uğuru var, bəs sən neynəmsən? Bu bizi geri sala bilir. Onun üçün də fikrimizi cəmləməliyik, sadəcə məqsədimizə, diqqətimizi o yönə verməliyik. Haradan başlayacağımızı bilmirik. Məqsəd bizə o qədər böyük görünür ki, biz haradan ona başlamalıyıq, o hissə bizdə, belə deyim də, itir. Bilmirik ki, yəni, o qədər qarışır ki məsələ və mən düşüncəni qartopuna bənzədirəm. Çünki nə qədər çox düşünsəz, o qartopu biraz da güclənməyə başlayacaq. Nəticədə də o qartop o qədər böyüyəcək ki, yəni siz onun içindən çıxa bilməyəcəksiniz. Yox deməyi bacarmırıq. Bəzən bizim çox güclü məqsədlərimiz olur, onun üçün müəyyən planlar da müəyyənləşdirir, amma yox deyə bilmirik. Məsəl üçün, mən bugün əslində məqsədimə ayırmalıyım zamanımı. Dostlarım mənə deyir ki, gəl bəlkə bir dənə kofe içək. Mən onlara demirəm ki, mən bugün məqsədim üçün çalışmalıyam. Mən deyirəm ki, yaxşı, gedək kofe içək. Sabahsı gün, nə bilim, futbola çağırırlar, futbola gedirəm. Başqa gün başqa bir şey çıxır və yox deməyi bacarmadıqca mən öz vaxtımdan sərf edirəm digərlərinə. Yəni, biz nə qədər öz məqsədimiz üçün çalışmayacağıq, başqalarının məqsədi bizi çalışdıracaq. Öz məqsədimizdən uzaqlaşmaq avtomatik o deməkdir ki, mən başqalarının artıq məqsədini xitab edirəm, ona görə öz məqsədimə sıra gəlmir. Hesabatlılıq sistemimiz yoxdur. Yəni, mütləq şəkildə özümüzdə mən bu məqsədim üçün neynədim ki, bu hesabatlılığı formalaşdırmaqla biz özümüzə məlumatlar verək ki, həqiqətən bugün nəsə elədim, yoxsa yox və elədimsə nə qədər elədim bunu. Hesabatlılıq təkcə məqsəd üçün yox, məsələn, iş dünyasına artıq atılanda və yaxud da təcrübədə olanda sizdən elədiyiniz işlər və yaxud da CV yazanda elədiyiniz işlərin sayını bilməyiniz çox önəmlidir ki, əlinizdə bir sübut olsun, əlinizdə nəsə tutarlı bir şey olsun ki, sayla onu ifadə edə biləsiniz. Məsələn, adi CV-də belə yazırlar ki, mən 100 dənə təlimdə iştirak eləmişəm, amma halbuki onun 50-sində heç toplasaz olmayıb. Bu çox qeyri-real səslənir və düzgün verilməyən hesabat süni şəkildə başa düşülür ki, bu məlumat yalandır. Yəni, özümüzə qarşı da dürüst olmalıyıq, məqsədlərimizlə bağlı. Və uğursuzluqdan qorxuruq, bayaq buna toxunulmuşdu. Həqiqətən də uğurlu olmağı deyil də, daha çox uğursuz olmağı fikirləşib o məqsəddən dönə bilirik. Bir də yolun sonunu görə bilmirik. Məqsəd də təyin eləmişəm, çalışıram, amma sonu yoxdur. Daha tez nəticə almaq istəyirəm. Burada yenə də dönüb baxmalıyıq ki, biz nəyi yanlış eləyirik. Yəni, yolun sonu ümumiyyətlə haraydı? Mən onu düzgünmü təyin eləmişdim. Bunu da biz həmin məqsədi spesifikləşdirməklə eləyə bilərik. Tek slayda girməyə çalışıram. Digər slayda keçir. Sizdə elə görünür, yoxsa yox?
Xeyr, keçməyib. Keçməyib. Aha. Bir dənə də yenidən dayandırım. Paylaşım. Ümumiyyətlə, bura qədər sualı olan varmı? Bura qədər hər şey aydındır. Mən belə başa düşürəm. Okey. İstəyirdim ki, sizinlə 5 dəqiqə kimi bir fasilə verək. 5 çoxdur ya da 3 dəqiqə verək. 48-də mən sizi burada görmək istəyirəm. O müddətdə dincəlin, çay, su, kohve, nəyə götürmək istəyirsə götürün. Elə davam eləyək. Və yaxşı olardı ki, bir qeyd dəftəri qeyd eləyəsiniz. Görüşdən çıxmağınız o qədər də yaxşı deyil. Görüşdə qalaraq da kamera və mikrofonlar onsuz da bağlıdır. Qeyd dəftəri götürün ki, onu yazaraq daha yaxşı yadınızda saxlaya bilərsiniz.